والصلاة والسلام. بسم الله الحمد لله وحده والصلاة والسلام على من la nebiye ba'de. Fatiha suresinin kısa tefsiriyle inşallah tanış olacağız. Surenin adlarından bir Fatiha yani kitabı açan, iki Ummul Kitab yani kitabın anası, üç Seb'ül Mesani 7 tekrarlanan ayet, 4 Şafiyetu şefa olan, 5 Vafiyetu tam olan, 6 Kafiyetu kifayet eden, 7 Elhamd tarif. Suranın tanıdılması, tarifi yani tanıdılması Mekke suresidir. Tekrarlanan surelerdendir. Muddessir suresinden sonra nazil olup tarif sena ile başlayır. Yani elhamd kelimesiyle başlayır. Besmele ile birlikte 7 ayettir. Mushafta en birinci yazılan suredir. Suranın məqsədlərindən tövhidin gerçekleştirilmesi, Uca Allah'ın ibadetle tekleştirilmesi, Uca Allah'ın dua ile tekleştirilmesi, Uca Allah'ın sena ve hamd ile tarif olunması, ahiret gününe inanmaq, hidayet istemek, azmışların ve qəzaba düçar olmuşların yoluna tabi olmaktan çekinmek, her namazda Uca Allah ile əhdi təzələmək anlamı vardır. Sure besmele ile başlayır. Bu bereket dilemek ve yardım istemek anlamı taşıyır. Eləcə də ayədə Rahim ve Rahman adlarının, Uca Allah'ın bu adlarının ispatı vardır. Yani Bismillahirrahmanirrahim ayetinde onun rahmeti bütün məxluqatı əhatə etmiştir. Rahman adıyla, Rahim adıyla ise onun rəhməti yalnız məmin qullarına xasdır. Bu ise ahirette baş verəcəkdir. İkinci ayette nimətlərin xüsusi vəsiflərinə göre kamil olan tarif Uca Allah'a məxsusdur. Bu bildirilir. O bütün məxluqatın Rəbbidir ve onların işlerini idare edendir. Növbəti ayette yani Maliki Ar-Rahman-Ar-Rahim ayetinde bütün məxluqatına karşı mərhəməti geniş olan, əhatə eden olması, Rahman adıyla, Rahim adıyla ise mərhəmətinin ve rəhmətinin yalnız mümin kullarına xas olması, yani ahirette bildirilir. Maliki Yevmiddin ayetinde Uca Allah'ın kıyamet gününün sahibi, hükümdarı olmasının dəlili vardır. O adaletli bir hükümdardır ki, her insanın əməlinin qarşılığını verəcəkdir. Uca Allah'ın növbəti ayətdə isə, yəni İyyəkə na'budu və İyyəkə nestəin ayətində isə Uca Allah'ın ibadətdə və yardım diləməkdə tək olduğunun təsdiqi vardır. Uca Allah'tan başkasına ibadet etmirik, ondan başkasından yardım diləmirik. Ayetin mənası vardır. 6. ayette hak yolu olan hidayete, hak yol olan hidayet üçün dua etmek ve onun üzerinde sabit olmak ve hak yol olan hidayet üçün dua etmek ve onun üzerinde sabit olmak üçün dua etmek vardır. Ve bu yol İslam'ın ve Resulünün getirdiği yoldur. 7. ayette ise Nəbilərin, salihlərin və hidayət üzərində olanların yolunun beyanı, haqqı bilib tərk edənlərin və haqq yoldan cahil olub azanların yoluna tabi olmamağın, uzaq durmağın və bunun üçün Allah'a dua etməyin beyanı vardır. Fatih suresinin fəziləti, Bablarda gelen kutsi hadis Müslim ve diğer sünnen sahipleri tarafından tehriz olunub ve Ebu Hureyre'den ve o da Nebi'den, Ebu Hureyre Nebi'den ve Nebi sallallahu aleyhi ve sellem de Uca Allah'tan rivayet
ibarət edir. Namazı qulumla iki yerə böldüm və qulum üçün istədiyi vardır. Qul həmd Allaha məxsusdur dedikdə uca Allah qulum mənə həmd etdi deyər. Qul mərhəmətli və rəhimli olana dedikdə uca Allah qulum mənə səna etdi deyər. Qul din gününün sahibinə dedikdə uca Allah qulum məni uca tutdu deyər. Digər rəvayətdə qulum mənə güvəndi deyər. Qul biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik dedikdə uca Allah bu mənimlə qulumun arasındadır və qulum üçün istədiyi vardır. Qul bizi doğru yola yönəlt. Nemət verdiyin kimsələrin yoluna və azmışların və qəzəbə düçar olmuşların yoluna deyil dedikdə bu qulumundur və onun üçün istədiyi vardır. Fatihə surəsi həmd ilə başlayır, mərhəmətlə davam edir, axirət üçün oyadır, ibadət üçün xatırladır, kömək istəməyi öyrədir, dua ilə yüksəldir, doğru yolda sabitləşdirir. Hər dəfə Fatihə surəsini oxuyanda uca Allah ilə olan əhdini, imanını yenilə.